Mən Əhmədova Könül, Ziyafət Abbasova ilə bir yerdə getdik. Milli Məclisə qəbul şöbəsinə tərəf gedirdik ki, bizi 4 mülki geyimli şəxs arxadan tutdu. Həmən əlimizdən telefonları aldı, zorakılıq elədi ziyafətə. Mən də polis deyək də, mülki geyimli olanlara, özlərini sonra polis kimi bildim, təqdim elədilər. Zorakılıq elədilər Ziyafət Abbasovaya. Qışqırdım ki, o xəstədir. Ona zorakılıq eləməyin. Ondan sonra başqa 3 nəfər idi bizim yanımızda. 4-cü şəxs də gəldi, Ziyafətin bir qolundan o da tutdu. Digərinə zorakılıq eləyənə dedi ki, bırax, qolunu bırax, bərk sıxma. Ondan sonra Ziyafətin qolunu bıraxdı. Yəni bərk tutmadı. Sonra bizi apardılar. Yenə mülki maşında. Arxada Ziyafətlə mən, onun yanında bir polis, mənim yanımda bir polis. Arxa tərəfə 4 nəfər, qabaqda da 2 nəfər. Oturdular, apardılar bizi 41-ci bölməyə təhvil verdilər. Telefonlar bizim əlimizdə yox. Təhvil verəndən sonra çıxıb getdilər. Biz təxminən 4 üçün artıq oradaydıq. Saat 8-ə işləmişə kimi orada qaldıq. Həmin müddət ərzində polis yaxınlaşmır, bizi niyə gətiriblər, hansı səbəbə, heç bir əsas gətirmədən nə izahat istədilər bizdən, nə ora getməyimiz haqqında bir məlumat istədilər, heç bir məlumat da bizə vermirlər, elə tutub apardılar. Dəfələrlə tələb elədim ki, bir nəfər heç olmaya gəlsin, bir başa salsın bizə, bizi bura niyə gətirmisiniz? Biz ora Milli Məclisə, qəbul şöbəsinə gedirdik, qəbul otağına ki, şikayət yazaq verək. Qanun çıxardıblar ki, güya evsizlərə sosial evlə təmin edəcəklər. Amma həmin o qərar yalandan formalnidir. Ziyafət Abbasovanın da ümumiyyətlə evi yoxdur, orada burada yaşayır. Onun bunun evində, dost tanışın evində yaşayır. Özü 2-ci qrup əlildir. 220 manatda pensiya alır əlilliyinə görə. Buna görə gedirdik, müraciət eləyək. Yəni bu qərar kim üçündür? Sosial evlərdirsə, həmin sosialdan biri də Ziyafət Abbasovadır. Ona da evlə təmin olunsun istədik. Heç bir məlumat verilmədən aparıldıq. Daha sonra neçə saat saxlanıldıq 41-ci bölmədə. Sonra 8-ə işləmiş artıq Ziyafət hayküy saldı ki, yaxşı, məni saxlayırsınız, bunu buraxın, yəni məni buraxsınlar. Bunun evdə 2 dənə az yaşlı uşağı var, məktəbdən gələcəklər, evdə yemək yeməlidirlər, uşaqlar baxımsız qalıb. Buna görə məni buraxmaq qərarına gəldilər. Telefonum da, bunlar da telefonumu götürüb, məni bir dənə mülki maşına otuzdurub gətirdilər, düz qapımı düşürtdülər. Qapıda təhvil verəndə baxdım telefonumun ekranı qırıqdır. Həmin vaxtı da polislərə dedim, dedi bibi biz bilmirik, biz valla əlimizi vurmamışıq, Qoraddelin işçiləri, Bakı şəhər polis idarəsinin işçiləri telefonlarınızı necə verib, növbəti hissədə elə də qalıb. Sizin telefonunuza dəyməmişik, biz sındırmamışıq. Dedim, yaxşı, 102-yə məlumat verərəm mən bu barədə. Nəyə görə məni tutmuşdular, nəyə görə mənim telefonumu əlimdən aldılar, nəyə görə mənim telefonumun ekranını qırdılar. Hamısının bu barədə də məlumatı verərəm, şikayətimi bildirərəm, şikayətimi də davam etdirərəm bildirdim.
Gəlmişəm, daha sonra ziyafətə zəng eləyirəm, ziyafətə zəng çatmır. Ziyafət hələ də artıq saat 9 olur. Ziyafət hələ də ordadır. 41-ci bölmədə. Ondan mən heç bir xəbər ala bilməmişəm. 102-yə də bu barədə məlumat vermişəm. Özbaşınalıqdır. Vətəndaşları heç bir əsas olmadan tutub aparırlar. İstədiyi qədər saxlayırlar. Məlumat da vermirlər ki, səni nəyə əsasən bura gətirmişik, sən ümumiyyətlə bura gətirilməlisənmi, sən hansısa cinayəti törətmisənmi? Belə də olmalıdır. Bu normaldır bunların aləmində. Ona görə də mən şikayətimi 102-yə bildirsəm də, görüntülü də istəyirəm ki, hər kəs bilsin. Çox sağ olun, diqqətinizə görə xahiş edirəm, paylaşın. Paylaşın ki, bu özbaşınalıq, bu anarxiya bitsin.